Bugünkü dərsimiz üzvü kimyadan aromatik karbohidrogenlərdir. Aromatik karbohidrogen bunlara ona görə deyirlər ki, ilk nümayəndələri müəyyən edirlər ki, xoşilidir. Aroma xoşil deməkdir. Xoşili olduqlarına görə bunlara aromatik karbohidrogenlər deyilir. Amma sonradan müəyyən ediblər ki, heç də hamısı xoşili deyil. Yəni xoşili olmayanlar da var. Prosta ilkin nümayəndələrinə görə aromatik karbohidrogen deyilir. Aromatik karbohidrogenlərin bütün nümayəndələri siklik quruluşludur. Bu vaxta qədər keçdiyimiz karbohidrogenlərdə sikloalkanlar var idi, siklik. Bir də aromatik karbohidrogenlər siklik quruluşa malikdir. Amma sikloalkanlarda 3 bucaq, 4 bucaq, 5 bucaq, yəni bucaqlar cürbəcür müxtəlif fiqurlu sikloalkanlar var idi. Amma aromatik karbohidrogenlərin bütün nümayəndələri 6 bucaqlı olur, bütün nümayəndələri. Və hamısında 6 elektronlu bir pi nüvəsi yerləşdir. Ortadan nüvə olur. Sikloalkanda məsələn 6 bucaq olanda ortada nüvəsi olmur. Amma aromatikdə hamısında 6 bucaqdır və hamısında ortada nüvəsi olur. Aromatik karbohidrogenlər, məsələn ilk nümayəndəsi benzoldur. İndi birazdan yazacağıq. Və məsələn alkanların ilk nümayəndəsi C1-dən başlayır. C4 də daxil olan qazdır. Siklo hamısında C4 daxil olan nümayəndə qazın. Həm alkində 2-dən başlayır, alkində 2-dən başlayır ilk nümayəndə. Alkadiyində 3-dən başlayır ilk nümayəndə. Sonra nə keçmişik? Yəni keçdiklərimizi bilirik. Aromatik karbohidrogende ilk nümayəndədə 6 karbon atomu var. Çünki bu bucaqların hərəsində 1 karbon var. Yəni aromatik karbohidrogenlərdə karbonun sayı daha çoxdur da ilk nümayəndəsində. Qaz halında olan nümayəndəsi yoxdur bunların. Karbonun çoxluğu ilə əlaqədar olaraq aromatik karbohidrogenlər daha hissli alovla yanırlar. Karbonu daha çoxdur deyə daha hissli, hirsli yox, hissli alovla yanırlar. Bunlar benzol. Məsələn ilk nümayəndəsi C6H6-dır. C6H6 belə yazılır. Bax 6 bucaq çəkilir, 6 bucaq. Ortada nüvə. Hər yerinə karbonlar yazırıq, hər yerinə. Karbon 4 valentlidir. Bax bu olmasaydı, sikloalkan olsaydı, 1 xətt çıxıb, 2 xətt çıxıb, karbon 4 valentlidir axı, H2 yazardıq hər yerə. Amma 6 elektronlu pi nüvəsi o demək ki, hərəsinə elə bir ki, 1 rabitə çatır hər karbona. Belə düşünək ki, karbondan 1 xətt, 2 xətt, bu da bundan biri çatır. 3 xətt çıxıb, bir dənə H-mız qalıb. Bu karbondan 1 xətt, 2 xətt, bundan da üçüncüsü çatırsa H. Yəni bir sözlə C6H6 belə yazılır. Benzol suda həll olmayan yağ kimi də suda həll olmayan mayedir. Yəni benzol, benzin adları oxşasa da benzinin formulu yoxdur. Neft, benzin, kerosin ilk anlayışlar dərsində keçmişdi ki, onlar qarışıqlardır. Benzin məsələn qarışıqdır, formulu yoxdur. Amma benzol görürsünüz formulu var C6H6. Bu qarışıqdır. Amma oxşar xüsusiyyət nədir? Benzində, benzolda suda həll olmayan mayedir. Hər ikisinin su ilə qarışığı emulsiya adlanır. Benzin də su ilə emulsiyada doğrultma üsulundan ayrılırlar. Benzol da su ilə emulsiya yaradır. Onu da doğrultma və ya ayrıcı qıfla ayırırlar ki, bunlar sıxlıq müxtəlifliyi əsasında yaranır bunların bir-birinə qarışmaması. İndi aromatik karbohidrogenlərin nümayəndələrindən danışaq. İlk nümayəndəsi dedik ki, bax budur. Testdə belə verir ki, məsələn, bax, bunun emeri neçədir? Deyək ki, sən düşünmə ki, burada mən nəyini emir? Hər yerdə CH-dardır da. Yəni bu C6H6 deməkdir. Çünki düşünür ki, sən bilirsən ki, hər yeri CH-dardır. Bu benzoldur. Bunu yazıram, benzol. İndi fərqli ada malik olanların adlarını yazın. Baxın, bunun adı metil benzol. Baxanda görürsünüz, metil benzol və ya digər adı tololdur. Tolol yazılır. Metil benzol və ya tolol. Fərqi yoxdur ha. Bu burada olmasın. Bu burada olmasın. Burada olsun. Yenə metil benzol və ya tolol adlanır. Bunun emeri neçədir? Götürüb 12 üstə gəl 3. 15 demirsiniz. Hər yerdə CH-dar var. Onlar testdə verilmir ki, sən onu bilməlisən. Burada da C olub, H olmayıb. H çıxıb ki, bu birləşib də. Karbon 4 valentlidir. Axı 1, 2, üçüncüsü buradan çatır. 3, bu da 4. Bax 1, 2, 3, bu da 4. Yəni bax bu şəkildə olub. Tololun karbon atomunun sayı 6, bu da 1, 7 karbon atom var. Metil benzol və ya tolol ən çox düşən nümayəndəsidir. Sonra bunun adı, bax buradan da metil çıxır, buradan da metil çıxır. Bunun adı 1,2 dimetil benzol və ya ortoksilol. 1,2 dimetil benzolu ola bilər, buradan verməsinlər. Bu burada olmasın.
Məsələn, belə olsun yan bayan. Yenə 1-2 dimetildə və yaxud buradan olsun. Fərq nədir ki, yan bayan hardansa 1-2 dimetil benzol və ya orta kislol adlanır. İndi ola bilər belə olsun. Bax, 1-3 dimetil benzol və ya metaksilol, maksilol. 1-3 vəziyyətində olarsa metaksiloldur. Sabah burada düşmədi. Biri burada düşdü, biri burada düşdü. Fərqi nədir? Yenə 1-3 yaxın məsafədən götürdü. Bu biri buradan götürüb 2, 3, 4, 5-ə gəlib çıxmırsan. Yaxın məsafədən 1-3 vəziyyəti harda gördünüzsə, 1-3 dimetil benzol metaksiloldur. İndi burada 1-4 dimetil benzol tən yarıdandır da və ya para kisilol. 1-4 buradan çəkilməyə bilərdi. 1-i buradan çəkərdi, 2, 3, 4, 4-ü buradan çəkərdi. Deməli 1-2 dimetil benzol, tolol, 1-2 dimetil benzol, orta kisilol, 1-3 dimetil benzol, metaksilol, 1-4 dimetil benzol, parakisilol. Bir də bunun da adı var. Digərlərinci adları lazım deyil. Məsələn, bunun da adı var. Bax, məsələn, 1, 2, bunu yandan yazsam, hidrogenlərini bir də düzmürəm. Propil benzol. Digər adı yoxdur. Amma bir də var ki, 1-2 bunu buradan eləyək. Bunun adı izopropil benzol və ya kumol. Başqalarının adını yazsaq, yəni fərqli adı yoxdur. Məsələn, ola bilər ki, 1-2-3 trimetil benzol. Onun digər adı yoxdur. Yəni verilməyib. Nə bilim, ola bilərdi ki, məsələn, etil çıxsın da. Etil benzol. Fərqli adı yoxdur. Fərqli adı olanlar imenli bunlardır. Metil benzol, tolol, 1-2 dimetil benzol, orta kisilol, 1-3 dimetil benzol, metakisilol, 1-4 təm parasındandır parakisilol, propil benzol yox ha, izopropil benzol və ya kumol. Yəni bütün testlərdə, qəbullarda düşənlər bu nümayəndələrdir. Fərqli nümayəndələri olmur. Yəni adlandırma bu şəkildədir da. Bunun digər rasional neysə üsulundan adlandırması yoxdur. İndi keçir rabitəyə, hibridləşməyə. Alkan sikloalkanlarda bütün karbonlar sp3 idi. Ona görə də 4N-dən istifadə edilir hibridləşmədə. Alkində bir dənə 2 qatın sağ və solundan başqa, ikisindən başqa hamısı 4N. 4N çıx 2. Alkadiyində 2 dənə 2 qat var. 2, 2, 4 karbondan başqa hamısı 4N. 4N çıx 4. Alkin də alkadiyen kimi idi, formullarda indi 4N çıx 4. Amma bunlarda nədir? Bax, benzol nüvəsinə birbaşa birləşmiş bu karbonlar və bu 6 dənə karbon var ya, buralarında karbonlar daxil. 6-sı da sp2-dir. Yerdə qalan, məsələn, deyək ki, deyirəm ki, metil benzol, yəni tololdu da. Yerdə qalan nə karbon varsa, hamısı bir qatla birləşəcəyinə görə, yerdə qalanlar hamısı sp3-dür. Yəni, istəyir 20 dənə karbon olsun, 6-sından başqa yerdə qalanlar sp3-dür. sp3-də də axı 4N hesablayırıq. Yəni, 6-sından başqa hibrid orbitalların sayı 4N çıx 6 ilə hesablanar. Hibrid orbitalların sayı. Bir də ümumi formulunu demədik bunların. Cn H2n çıx 6. Bax, alkan Cn H2n üstə gəl 2-dir. Siniflər arası izomeri yoxdur. Sikloalkan və alkin Cn H2n-dir. Siniflər arası izomeridir. Alkin və alkadiyen Cn H2n çıx 2-dir. Siniflər arası izomeridir. Aromatik karbohidrogen Cn H2n çıx 6-dır. Siniflər arası izomeri yoxdur. Alkanlarda olduğu kimi yoxdur. Bu formula malikdir. Hibrid orbitalların sayı 6 dənə karbonu sp2-dir. Benzola birbaşa birləşənlər sp2-dir. Yerdə qalan sp3-dür. Hamısı 4N-də 6-sından başqa. Qeyri-hibrid orbital hidrogenin sayı və P-nin 2 misli hidrogenin sayı və 6 elektronlu pi rabitəsi. Eləyəcək 2N. Ümumiyyətcə yadda saxlayın ki, karbohidrogenlərdə hansı ki alifatik idi? Alifatik, yəni alkan, alkin, alkin, alkadiyen. Qeyri-hibrid qaydanı birlikdə hidrogenin sayı və P-nin 2 misli. Alifatik doymuşda da, doymamışda da karbohidrogenlərdə qeyri-hibridin sayı alkanlardakı hidrogen sayıdır. 2-nin üstə gəl 2. Alkanda da, alkində də, alkində də, alkadiyində də qeyri-hibridin sayı 2-nin üstə gəl 2-dir. Alkan kimidir. Amma siklik quruluşlarda, sikloalkanlarda və aromatiklərdə hər ikisində qeyri-hibrid 2-nə bərabər. Sikliklərdə ayrıdır. Qeyri-polar kovalent rabitənin sayı karbonla karbon arasındakı. Məsələn, bu yoxdur. Deyək ki, 6 bucaqlı 6 dənə. Bax, bu var. 7 dənə karbon atom var. Beləcə ki, karbonun sayı neçədirsə, qeyri-polyarın sayı da həmin rəqəmə bərabərdir. Polyarın sayı karbon və hidrogen arasındakilardır. Yəni 2N çıx 6-dır.
Sigmanın sayı karbonla karbon arasındakiler n. Bax sigma və hidrogenlərin sayı. Hidrogenin sayı da 2n çıx 6. 3n çıx 6 ilə hesablanır. İndi məsələn benzolda baxın, bu benzoldur. Benzolda sp3 hibrid orbitalı yoxdur. Hamısı sp2-dir. Gəlin bir dənə benzolu yazaq. Buralarda hər yerdə CH olduğunu bilin. Yəni testdə verilməsə demək ki, görəm bu nə deməkdir. Bir dənə də yazaq tololu. Tolol da yazılır belə. Metil benzol və ya tolol qoyulub bundan da hidrogenlərin yazaq ki, rabitələrin sayında görəsiniz. H-ın yazmırıq. Hibrid orbitalların sayı 6 dənə sp2 var. 18 hibridlərin sayı. Bunda hibridin sayı 6 dənə sp2 var 18, bir dənə də sp3 var kənardan birləşən 18 üstə gəl 4, 22 hibrid orbital var. Qeyri-hibrid hidrogenlərin sayı üstə gəl 6, 6 elektronlu pi nüvəsi var. 6 üstə gəl 6. Qeyri-hibrid 12. Hidrogenin sayı 5, bu da 3. 8 üstə gəl 6, 14. Sigmanın sayı aradakılar 6 və hidrogenlərin sayı 6, 12. Sigma aradakılar 6, bu da bir 7. Üstə gəl hidrogenlərin sayı 5, bu da 3, 8. Üstə gəl 8. Yəni 15 dənə sigması var. sp2 hibrid orbitallarının sayı 6 dənə sp2 isə 18 sp2 hibrid orbital var. sp2 hibrid orbitallarının sayı 6 dənə sp2 isə 18 hibrid orbital var. sp3 hibrid orbitallarının sayı, bunda sp3 yoxdur. Bunda sp3 hibrid orbitalının sayı 4'dür. Desəm ki, sp3 halında olan neçə karbon var? 1 dənə. Amma sp3 hibrid orbitalının sayı. sp3'də bir dənə sp3'də 4 orbital var. Sonra nə demək? Qeyri-polyar desək. Qeyri-polyar karbonla karbon arasındakilar 6 dənə. Burada qeyri-polyar aradakılar 7 dənə. Polyar hidrogenlərin sayı 6. Burada polyar hidrogenlərin sayı 8'dir. Sigmanın sayı 6 və bu hidrogenlərin sayı 6, 12. Sigmanın sayı aradakılar 7 və hidrogenlərin sayı, onu yazmışam. Sonra sp2, sp3 hibrid orbitallarının sayı. sp2 ilə sp2 və sp3 hibrid orbitalın örtülməsindən yaranan rabitə 1'dir. Bunda isə yoxdur. Bu digər qaydalar kimidir də. Onsuz da əvvəldən keçirik bunları. Bura qədər nə çətin yolda uşaqlar? Deyin görək. Xədicə. Xədicə yatıb. Xədicə. Yatmamışam, oyağım, çətin deyil. Almaz. Bəli, müəllimə. Yəni üzünüzü bağlamışsınız, ona görə deyirəm ki, yəqin yatmısınız. İndi keçək alınmasına. Alınmalar kitabda çox reaksiyalar var, əlavə kitab var onda. Amma bizə əsas testdə qəbulda nələr düşür, onları yazaq. 1. Bunu keçmişik də. Asetlenin üzərindən aktivləşdirilmiş kömür keçirəndə, yəni trimerləşdirəndə bu Zelinski-Kazanski reaksiyasıdır. Amma görməmişəm testdə adını soruşarlar. Sadəcə bilək C6H6 alınır. Alkinin trimerləşməsindən. Bir də buna gəlməmişdən qabaq, hələ almasını keçməmişdən bir dənə bir şey də deyək. Məsələn, bunun adı, bildik ki, aromatik karbohidrogen CnH2-6 yazılır. İstir tolol, istir bayaqdan nə yazdıqlarımız hamısı bu formula malikdir. Amma bir də var belə bir formul. Bu benzoldur. Bu da ki, vinil benzol və ya stirol. Əzbər biləsiniz. Vinil benzol və ya stirol benzolun homologu deyil. Niyə benzolun homologu deyil? Gəl bax, burada hidrogenlərin yazaq. Bax, CH. Burada C olub da. Burada da C olub da. Yox, burada H-dır. İndi karbonların bir də sayına baxın. 6, 7, 8, C 8. Hidrogenlərə baxın. 5, 6, bu da H 8. Axı CnH2-6 olsaydı C 8, 2n 16 eləyir. 16'dan da 6'ını çıxsaydım, H-ımız 12 olmalıydı ki, aromatik karbohidrogen olsun da. Görürsünüz, bu ümumi formula malik deyil. Aromatik karbohidrogendir daha doğrusu. Aromatik karbohidrogendir. Sadəcə, məsələn, deyək ki, bax, doymuş karbohidrogenlərin alkanlar, sikloalkanlar nümayəndəsi var. Doymamış keçirik alken, alkadiyen. Bu da aromatik karbohidrogendir. Benzol da aromatik karbohidrogendir. Başqa siniflərdir. Amma bu benzolun homologu deyil. Yəni, bu da aromatik karbohidrogendir. Çünki aromatik
ortada benzol nüvəsi varsa, məsələn, testdə deyər ki, aşağıdakılardan hansı aromatik karbohidrogendir? 6 bucaq, ortasında nüvə, ancaq karbon və hidrogenlərdən ibarətsə, əlbəttə ki, aromatik karbohidrogendir. Amma benzolun homoloqu desə, bu benzolun homoloqu deyil. Ona görə ki, benzol CnH2-6 formuluna malik olan sinifdəndir. Amma bu CnH2-8 formuluna malik olan CnH2 16 çıx 8. Bu CnH2-8 formuluna malik olan nümayəndədəndir. Bu da aromatik karbohidrogen. Sadəcə benzolun homoloqu deyil. Baxın ha suallara. Benzolun homoloqudurmu? Xeyr. Aromatik karbohidrogenimi? Bəli. Sadəcə bu aromatik karbohidrogenin formulunu daşımır. Aydın oldu nə deyirik? Həm də benzolda ancaq 6-sı sp2-dir, qalan sp3-dir. Bunda bu 6-sı da sp2-dir. Hələ bu 2 karbon ikisi sp2-dir. 8 sp2. Yəni ümumiyyətcə quruluşlarında tamamilə fərqlilik var. Ki bunda 8 sp2 var aromatiklərin hamısında. Yəni bu formula malik olan aromatiklərin hamısında 6 dənə sp2 var. Bu vinil benzol və ya stirol adlanır. Alınmasını dedi ki, bir növ oldu ki, asetlenin üzərindən aktivləşdirilmiş kömür keçirmək, yəni asetlenin trimerləşməsidir. Alınır benzol. Benzolda bu belə çəkək görəsiz. İkinci, alkinlərdə keçdik. İndi siz deyin görək. Bunun trimerləşməsindən nə əmələ gələr? Alkində demişdik, dedi aromatikdə də keçəcəyik. Nə alınır Şəbnəm? Ama orada metil asitlen yazmışsınız yoksa? Bu elə ki, metil asetilendir. Metil asetilenin trimerləşməsindən nə alınır? 1,5 trimetil benzol. Düzdür. Bura trimerləşəndə benzol alınmışdı axı. Bu da trimerləşəndə yan-bayan trimerləşmir. 1, 3, 5 trimetil benzol əmələ gəlir. Yəni bu bir alınma. İkisi bir alınmadır da alkinlərin trimerləşməsindən. Başqa alınma deyək. Məsələn, başqa alınma benzolu necə almaq olar əsas reaksiyalarından? Baxaq, keçəndən yadınıza gəlir, yoxsa yox? Baxın, benzolun özündən benzolun homoloqunu ala bilərəm. Bu benzoldu mu? Üzərinə alken gəlməklə, bax, alken gəlsən. Bu pi rabitəsi qırılar. Qoy bu benzolun özünü yazım. Bu pi qırıldı. Elə ki, o pi birləşdirir. Deyək ki, o pi gəldi bir qatı bura. Karbonla karbon arasında bir qat qalıb da. H2, H3. Yəni, benzolla etilen girsə, etil benzol alınır. Benzoldan benzolun homoloq əmələ gələr. Və yaxud həmin şey, bax, benzolun üzərinə propilen gəlsə, propilen alkində axı, propilen gəlsə, dediyimizi yazaq. Yenə benzolu yazıram. Bu pi-ni qırdım, bax, qırdım. Hidrogen azolan təpədən gəlib birləşdirək. Nə qaldı? CH, CH3, pi qırılıb, baxı, burada H3 olacaq da. Bu da CH3. Bunun adı nədir? İzopropil benzol və ya kumol. Amma dursaq ki, benzolun üzərinə, görünür oradan. Görün, bir dəqiqə. Sizdə görünmür. Niyə demirsiniz ki, görünmür, ay uşaqlar? Yatıb qalmışsınız, soruşmusunuz da ki, əyridir. Benzolun üzərinə asetilen gələndə, baxın, asetilen gələndə benzolun homoloqunu almarıq. Çünki bu pi qırılar, benzolu yazıram, bax, benzol. Bu pi gəlib birləşdirir. Karbonla karbon arasında 2 qat qalır da. Bax, 2 qat. Bunun adı vinil benzol və ya stirolla adlanır. Yəni, benzoldan benzolun homoloqunu almaq üçün benzolun üzərinə alken gəlmək lazımdır. Benzolun üzərinə alkin gələndə benzolun homoloqunu almarıq. Yadda qaldı. Sonra keçəcəyik ki, bax, bu C6H5OH hələ keçilməyib fenoldur. Fenolun üzərinə sink gəlsə, bu bundan gəlib birləşir, alınır C6H6. Üstə gəl, sinklə də oksigen birləşər, sink oksid. Düz orada var, nə bilim, Grignard üsulu var, Wurst-Fitting reaksiyaları var. İndi əslində böyle dediyimiz reaksiya bu da budur. Amma onların adları testə düşmədiyinə görə soruşmuruq. Əsas benzolun alınma reaksiyası testə ən çox düşən fenolla sinkin reaksiyasıdır. Alkinlərin trimerləşməsidir. Benzolun üzərinə alken gəlməklə benzolun homoloqunu alarıq. Yəni aromatik karbohidrogen almış olarıq.
İndi keçək kimyəvi xassələrinə. Deməli, vinil benzolu indi soruşur ki, bəs yaxşı vinil benzol aromatik karbohidrogendir. Benzolun homologu deyil, amma aromatik karbohidrogendir. Bunu necə almaq olar? Bunun bir yolunu dedik. Yəni istiroldu da. Benzolun üzərinə bir yolun dedim ki, asetilin gəlməklə. Asetilini gələndə bu pi qırılır, birinə birləşdirir də. Bax, bu benzolu yazaq. Karbonla karbon arasında 2 qat rabitə qaldı. Vinil benzol və ya sirol alınır. Yəni benzolun üzərinə alkin gəlməklə, asetilin gəlməklə və yaxud bunu başqa nə cür ala bilərik? Baxın, bu benzoldur. Bu etil benzoldur. Bunun dehidrogenləşməsi, maddəni dehidrogenləşdirəndə əmələ gələn birləşmədə pi yaradacaq. Burada bir də pi yaradacaq da alınacaq. Vinil benzol və ya sirol. Sirolun 2 alınma reaksiyası testlərdə düşür. Benzolun asetilinlə reaksiyasından, etil benzolun dehidrogenləşməsindən. İndi kimyəvi xassələri. Kimyəvi xassə oldu ki, yəni bu nə ilə reaksiya girir, onları yazmalıyıq. Nə ilə reaksiya girir? Birincisi, yadda saxlayın ki, alkinlərin ilk nümayəndəsi, aromatik karbohidrogenlərin ilk nümayəndəsi olan benzol, kalium permanganatlı suyu rəngsizləşdirmir, yəni oksidləşmir. Amma digər nümayəndələr isə kalium permanganatlı suyu rəngsizləşdirir, yəni oksidləşmə reaksiyasına girirlər. Yəni yazsaq ki, məsələn, benzol testdə belə verirlər ki, oksidləşir kalium permanganatlı su ilə, deyəsiz yox. Bilirdik ki, məsələn, alkan sikloalkan rəngsizləşdirmir, alka deyə rəngsizləşdirir. Amma aromatiklərdə benzol rəngsizləşdirmir, amma digərləri rəngsizləşdirir. Məsələn, yazsaq ki, bax, tolol, metil benzol və ya tolol. Bu oksidləşmə reaksiyasına girəndə, yəni kalium permanganatlı suyu rəngsizləşdirəndə, bu karboksil qrupuna çevrilir. Karboksil qrupu. Bax, burada CH3 yox, COOH. Bunun adı bax, C6H5 COH-dır. Bunun adı benzoy turşusudur. Əzbər biləsiniz, sonra da keçəcəyik bunu. Metil benzolun, yəni tololun oksidləşməsindən metil karboksil qrupuna çevrilir, alınır benzoy turşusu. İndi ola bilərdi ki, məsələn, indi iminli bax testlərdə nə verilir, onu deyək. Paraksiloldur. Paraksilolun oksidləşməsindən nə alınır? Yenə də fikir verin. Burada da COOH, burada da COOH. Bunun da 2 dənə ya yan-yana yaz, ya belə yaz, fərqi yoxdur. Bu da COH-a çevrildi, bu da COH-a çevrildi. Bu bir əsaslı aromatik karbon turşusudur, benzoy turşusu. Bu 2 əsaslı aromatik tereftal turşusudur. Tereftal turşusu 2 əsaslı turşudur. İndi ola bilər ki, məsələn deyirəm, benzolu bildik ki, oksidləşmir. İndi ola bilər ki, məsələn, belə olsun. Məsəl üçün deyirəm, CH2, CH2, CH3. Bu propil benzoldur. Propil benzol oksidləşəndə, kalium permanganatlı suyu rəngsizləşdirəndə, bax, bunu yazırıq. Bu axı dedik COOH-a çevrilir. Üstə gəl, 2 karbonun qalıb axı. 2 karbona aid olan karbon turşusu alınır. Yəni, bu onsuz da buna birləşən COH-a çevriləndə, bu da 2 karbon olan karbon turşusu alınır. Yəni, benzol növbəsində birləşəni COH-a, bu da COH-a çevrildi, bu da. Burada bir dənəsi COH-a, bir əsaslı karbon turşusu, yəni tololdan benzoy turşusu, paraksiloldan tereftal turşusu, propil benzoldan, bu da benzoy turşusu, həmin bu şəkildə benzoy turşusu və bunu keçəcək ki, sirkə turşusu alınır. Amma benzolu dedik ki, oksidləşmir. Bir dənə izopropil benzol, izopropil benzol, yəni kumulun oksidləşməsi fərqli cürdür. Baxın, izopropil benzol belə yazılır. İzopropil benzol, yəni kumul oksidləşəndə bu tamamilə çıxır buradan kumulun oksidləşməsindən. Bura OH birləşir, fenoldur. Keçəcək ki, fenol bərk, zəhərli, antipesifik maddədir. Antipesifik, yəni mikroorqanizmlərin məhv eləmək qabiliyyətinə malikdir. Fenolda deyəcək bunu. Bu çıxdı OH birləşdi, yerində də keton alınır. 1, 2, 3. 3 karbon olan ketondur. Ketonlar da keçəndə deyəcək, ketonların ilk nümayəndəsi asetondur, uçucu mayedir. Boyaları, lakları zadı silmək üçün istifadə edilir. İzopropil oksidləşəndə nə alınır? Fenol, aseton. Yəni kumol, fenol, aseton biraz da qafiyələrdə uyğundur. Kumol oksidləşəndə nə alınır?
Fenol və aseton əmələ gəlir. Bu oksidaşmə reaksiyaları. İndi benzolun hidrogenlə reaksiyasına baxaq, halogenlərlə reaksiyasına baxaq. Benzol maksimum 3 mol hidrogenlə reaksiyaya girir. Benzol 3 mol hidrogenlə reaksiyaya girir. C6 doymuş vəziyyətə gəlir. C6 H12 deyək, axı doymuş olsa C6 H14 olmalıdır. Bu siklikdirsə, siklikin doymuş vəziyyətinə gəlir. Siklikin doymuş vəziyyəti də bunda 6 bucaqdır. Bax belədirmi? Üstünə hidrogen. Amma nüvənin dağılması baş verir də CH2-lərə gəlir. Deməli, benzolun hansı reaksiyası zamanı pi sistemi dağılır? Hidrogenləşmə reaksiyası zamanı doymuş hala gəlir. Yəni siklik quruluşludur, siklikin doymuşuna sikloalkana gəlib çıxır, pi sistemi dağılır. Bir də bayaq alınmasında iki də reaksiyanı demədik, qoy yadıma düşdü, onu da deyim. Sizcə bax alkandan neçə mol hidrogen çıxaq ki, CN H2N çıxaltı alaq və yaxud sikloalkandan neçə mol hidrogen çıxaraq ki, CN H2N çıxaltı alaq. Burada neçə mol olmalıdır, burada neçə mol olmalıdır? Birincisi 4, ikincisi 3. Düzdür, buradan 4 mol, buradan 3 mol. Çünki CnH2 çıx 2-dir. Mən bundan 8 dənə hidrogen çıxarım ki, CnH2 çıxaltı qalsın. Bundan 6 dənə hidrogen çıxarım ki, qalsın bu. Alkanların 4 mol, sikloalkanların 3 mol dehidrogenləşməsindən arin alınır. Arin elə aromatik karbohidrogen deməkdir. Yəni bayaqki hissədəndir, qoy onlar deyə sonra keçək bura. Yəni məsələn alkandoda C7, H16, CnH2 çıx 2. Əgər mən bundan 4 mol hidrogen qoparsam, 4 karbonu olan aromatik karbohidrogen, 7 karbonu olan aromatik karbohidrogen alarıq. 6'sı budur, bu da belə. Yəni bu heptandır. Heptandan 4 mol hidrogen çıxsaq nə alınır? 7 karbonu olan aromatik, yəni tolu olanlar. Amma 6 karbonu olan alkandan 4 mol hidrogen çıxsaq 6 karbonu olan aromatik karbohidrogen alınır. Yəni benzol alınır. Heksandan benzol, heptandan tolol alınır. Bu alkanlardan 4 mol çıxmaqlandır. İndi sikloalkan deyək. Məsələn 6 bucaq C6H12-dir də. C6H12-dən 3 mol hidrogen çıxaq. Benzol alınsın. Sikloheksandan benzol alınır. Amma sikloheptandan C7H14 7 bucaqdır da. C7H14-dən 7 bucaq yox, heptan yox. Bu üzr istəyirəm. Bu belədir. Bunu C6H12-ni gəlin belə yazaq. Açıq yazım ki, görəsiz də. Bu C6H12-dir, bu C7H14-dür. 3 mol hidrogen qoparanda bircə dənə nüvə əmələ gəlir, başqa heç nə. Yəni sikloheksandan benzol alınır, metil sikloheksandan isə metil benzol, yəni tolol əmələ gələr. Bu alınma reaksiyalarından idi. İndi keçək kimya xassələrinə. Benzol hansı reaksiyalar zamanı pi sistemi dağılır? Doymuş hala gələndə, belə deyək də, sikloalkana gələndə, hidrogenləşmə reaksiyasında. Bu bir. İndi benzol xlorla reaksiyasına baxaq. Benzol belə yazır da, C6H6. Bunun xlorla reaksiyası, diqqətlə baxın. Dəmir 3 xlordin katalizatoru altında da baş verə bilər. Bunun, qoy ayrıca yazım, C6H6, üstəgəl xlor. Alüminium xlordin katalizatoru ilə də baş verə bilər. C6H6 xlorla günəş işığının təsiri altında da baş verər. Qoy hamısında bax formulunu yazım, rahat görəsiniz. Bu C6H6-dır. Bu C6H6-dır. Bu C6H6-dır. Deməli, 1 mol xlorla girəndə dəmir xlordin katalizatoruna bir dənə hidrogeni çıxır, xlorla əvəz olunur. Bax, alınan birləşməyə baxın, C6H5 xlor, çıxan hidrogenlə qalan xlorda H xlor əmələ gəlir. Bunun adı nədir? Xlor benzol. Yazılışı da belədir. Bax, 1, 2, 3, 4, 5, 6, hidrogen 5 dənə, xlorda bir dənə. Xlor da bir də buna birləşdirim. Məsələn, karbondan 1, 2, 3'ü çıxıb, bu hərəsindən də 1'i çatır da. Alınan maddə xlor benzoldur. Dəmir 3 xlordin katalizatoruna girəndə 1 hidrogen çıxır, xlorla əvəz olunur.
Ama alüminium kloridin katalizatorundan gələn, bax, al sözünə baxın. Hidrogenin 6'sı da çıxır, 6'sı da xlorla əvəz olunur. Yəni alınır Si6, xlor 6, çıxan hidrogenlərlə də xlor, H xlor. Bu da belə yazılır, bax. 6 bucaq çəkirəm. Karbon 6 dənədir. Xlor 6 dənədir. Xlor 6 dənədir. Karbon 4 valentlidir də. 1'i, 2'si, 3'ü bir dənə də orta növbə çatdım. Bu nə olur? Heksaxlor benzol alınır. Deməli, benzol halogenlər xlorla katalizatorların iştirakı ilə əvəz etmə reaksiyasına girir. Dəmir xloriddən 1 əvəz olunur. 1 əvəz olunanda deyəsən ki, burada Si6H5 xlor alınır da, ya xlor benzol alınır. Amma burada Si6 xlor 6 alınır. Si6 xlor 6 heksaxlor benzol adlanır. Amma günəş işığının təsiri altında olanda əvəz etməyə girmir, ha, birləşməyə girir. Əvəz etməyə girmir odur ki, hidrogenlər olduğu kimi qalır. Si6, H6 burada. Burada da 3 moldur, burada da 3 mol. Si6, H6, xlor 6. Bunun adına heksaxlor benzol deyə bilmərəm. Gəlin açıq yazıb göstərək. 6 bucaqdır. Hər ortada nüvənin olub olmadığını bilmirəm. 6 karbonu var. 6 karbon. 6 hidrogeni var. 6 hidrogen. 6 xloru var. 6 xlor. Bax hamısına. Hamısı deyil ki, karbonun adı belə deyək də. Belə çıxaraq. Xlor. Karbon 4 valentlidir də, bu karbona nə birləşib? Bu karbona 1'i, 2'si, 3'ü və bu da 4'ü. Bütün karbonlara 4'ü birləşib. Ortaya necə nüvə yaza bilərəm? 5'i birləşə bilməz axı. Bunun adı nədir? Heksaxlor sikloheksan. Bu benzol deyil. Heksaxlor sikloheksan. Deməli, benzol katalizatorların iştirakı ilə reaksiyaya girəndə əvəz etmə reaksiyasına girir. Dəmirlə olanda 1 mol əvəz olunma gedir. Si6H5 xlor alınır. Xlor benzol. Amma 3 molla əvəz etmə, daha doğrusu alüminium xloridin katalizatorundan al. 6'sını da al buradan. 6'sını da əvəz elə. Si6 xlor 6, Si6 xlor 6 heksaxlor benzoldur. Amma günəş işığının təsiri altında əvəz etməyə zada girmir. Sadəcə birləşmə Si6H6 xlor 6. Bu zaman pi sistemi dağılır. Bunun adı heksaxlor sikloheksandır. Si6H6'nı görüb benzol deməyin, ha. Heksaxlor sikloheksandır. Deməli, benzolun hansı reaksiyalar zamanı pi sistemi dağılır? Benzolun hidrogenləşmə reaksiyası zamanı pi sistemi dağılır. Bir də benzolun xlorla günəş işığının təsiri altında birləşmə reaksiyasına girir və pi sistemi dağılır. Aydın oldu bu hissələr, yoxsa yox? Bilməyəndə soruşun bir də. Başqa, benzolun nitrat turşusunun reaksiyasına baxaq. Baxın, benzolda bir tərəfli əvəz olunma gedir. Məsələn, bu benzoldu mu? Benzolun üzərində nitrat turşusu HO, NO2'dir. Bir tərəfli əvəz olunma gedir. Ürəyin istəyən bir tərəfindən bir dənə hidrogeni qopar, bu OH ilə birləşib su alınacaq. Üstəgəl NO2 də gedib girir həmin hidrogeni çıxan yerə. Məsələn, deyək ki, buradan çıxarmışam NO2, alınır nitrobenzol. Benzol nitrat turşusuna girəndə nitrobenzol alınır. Amma benzolun homoloqları girəndə 3 molla əvəz olma reaksiyasına girir. Məsələn, bu tololdur da. Tolol 3 mol nitrat turşusuna reaksiyaya girir. Özü də 2-4-6 vəziyyətinə birləşir. Bu tolol olduğu kimi qalır. Bax, bu tolol olduğu kimi qalır. Bu 2-dən, 4-dən, 6-dan hidrogenləri çıxır. 3 dənə hidrogen, 3 dənə OH ilə birləşib 3 mol su yaradacaq. 3 mol su. Çıxan hidrogenlərin yerinə 3 dənə NO2 var axı. Hər çıxanın yerinə NO2. Yəni, benzolda bir tərəfli əvəz olunma gedir, nitrobenzol. Amma homoloqlarında 3 tərəfli əvəz olunma. Yəni, metil benzol və ya tololun nitrat turşusuna reaksiyasından nə alınır? 2, 4, 6 tri nitro tolol və 3 mol su əmələ gəlir. Ay qız, bunun adı 2, 4, 6 tri nitro tolol, trotil və ya tolil adlanır ki, partlayıcı maddədir.
Bu nitrat turşusuna reaksiyası oksidaşməni yazdıq. Sonra məsələn baxın, vinil benzol, benzolun homologu deyil dedi, amma aromatik karbohidrogendir. Məsələn, sizcə, bax bu vinil benzoldur. Mən vinil benzolu istəyirəm ki, etil benzola çevirim. Yəni benzolun homologunu alım. Sizcə bunun üstünə nə gələrəm ki, ora çevirilər? Sizcə vinil benzoldan nə edəsəm etil benzol alaram? Hidrogen dərs işte. Düzdür. Hidrogen gələrəm ki, pi qırılsın, çevrilsin buna. Əksinə bundan bunu almaq üçün bunun dehidrogenləşməsindən bu birisi maddə əmələ gələr. Nəhayət ki, yanırlar, karbon qazı və su əmələ gətirirlər. CnH2-6 yananda alınır karbon qazı, üstə gəl su. N dənədir, bu da N dənədir. 2N-6-dır, N-3-dür. 2N, bu da N-3. 3N-3-dür mü? Burada da 3N-3 bölü 2 düz hesabladım. Görən 2N-6 düzdür. 2N, o da 3N-3 bölü 2. Çatdı nə dedik? Çətin olmadı aromatiklər.